Nəticə nəyə nail oldular? Qadın olmaq istəmir. Qadın deyir, mən niyə qadın olmalıyam ki? Ona görə Quran kitabı açıq deyir. Qadın bir addım geridədir kişidən. Həzm eləyin indi bunu. Həzm eləyə bilmirlər. Biz bərabərik. Deyirəm, harada bərabərsiz? Elmdə, ədəbiyyatda, idmanda, intellektual oyunlarda, maşın sürməkdə, dərzilikdə, aşpazlıqda göstərin mənə harada bərabərsiniz. Bəli, elə qadın var ki, 100 kişidən ağıllıdır. Amma 101-ci ağıllı kişi gələnə qədər. O beyrək gələnə qədər Banu Çiçək çox qəhrəmandır. Vallah, çox qəribə bir zamanaya gəldik, çatdıq. Bunu kim yarar? Bunu biz yaratmışıq. Allah bunu açıq deyir kitablarında. Konfutsu bunu deyir, Vedalar bunu deyir. Buna elə qaz verdilər ki, indi qadın olmaq istəmir. Mən udusuram ya. Mən dekretə gedirəm, mən udusuram. Mən dünyaya uşaq doğuram, udusuram, karyerada geri qalıram. Okey, sən indi karyera ilə məşğul olacaqsın. Qədim Çinlilərin bildiyi ki, qadın təbiəti var, kişi təbiəti var, yin, yan, ağ və qara rənglə rənglədilər ki, bu qədər fərqlisiz siz bir-birinizdən. Bu qədər fərqlisiz. Qədim 2000 il, 5000 il əvvəl insanlar qadın və kişi təbiəti haqqında bizdən daha çox bilirdilər. 21-ci əsrin pivecilərindən daha çox bilirdilər. İndi heç nə bilmirlər. Deyirəynik, kişi qəhrəman olmalıdır. Mütləq üstün olmalıdır. Boyda da üstün olmalıdır. Qazancda da üstün olmalıdır. Boyda balacadırsa Napolyon kimi bir şeylər eləməlidir ki, hər kəsi diqqətli özünə cəlb eləsin. Onun motivasyonu güclüdür. O buna odaqlanmış vəziyyətdədir. Hə, qadınları buna eləmək mümkün deyil mi? Mümkün. İnsanda mümkündür. İnsanda elə bir imkan var ki, kişi qadın da ola bilər, qadın kişi də ola bilər. Var bizdə belə bir imkan. TikTok açın, qadınlaşmış kişiləri görəcəksiniz. Elə də naz eləyir ki, əsl qadın kimi. Elə qəmzə göstərir ki, əsl qadın kimi. Bəzən qadınlardan daha istedadlı. Əksi ola bilməzmi? Ola bilir. Qadın karyera qura bilməzmi? Qura bilər. Amma o zaman bilirsiniz nə olur? Qadın agresiv olur, uğura odaqlanmış olur. O özündə maskulin enerji biriktirir. O çox güclü qadın olur. O ətək də geysə ona kişi deyə bilərsiniz artıq. Və yalnız feminin kişiləri cəlb edə bilər. Maskulin kişiləri cəlb edə bilməyəcək. Çünki o qəhrəman olmaq istəyir. O uğur qazanmaq istəyir. O yarışır. Girib bir yarışa, o yarışdan da çıxa bilmir. Onun işi deyil yarışmaq. Onu elə yerə soxublar ki, indi o ikinci rolda olmağı təhqir olunmaq hesab edir. Çay süzməyi təhqir olunmaq hesab edir. Evdə hər şeyin yeri pozulubdur. Bir dəfə mən boşqabı yuyanda, bir dəfə də sən yox. İkisinə boşqabı yuduzdur. Qəşəng görsənir zahir. Ədalətli görsənir. Kişisini alçaldır. Bir sonra onu sevə bilməyəcək. Çox balaca bir şeylər. İzin verməyin. Aslan yaratmalısan sən özərindən. Yaxşı qadın özərindən aslan yaratmalıdır. Çəkilin, atağınız gəlir. Elə bilirsiniz ki, axmaq idi bunu deyən qadınlar. Onlar evdə lider formalaşdırırlar. Uşaqların tərbiyəsi üçün də önəmli bir zəmin hazırlayırlar. Yeməkdə toyuğun budunu ərinin qabağına qoyurdu. Doğru idi. Çox doğru idi. Qaydacaqsın. Kişi olmayanda, kişini kişilik taxtından salanda ki, bu bərabərçiliyi ancaq ona xidmət edir. Qadın da özünü mutsuz hiss edir. Nəinki qadın, uşaq da özünü mutsuz hiss edir. Uşağa da keçir bu. Bizim ailə tərbiyəmiz hamısı birdən pozuldu. Fikir vermişsiniz, son 10 illiklərdə bütün ailə haqqında söhbətlərdə uşaq bir nömrəlidir. Uşağım velosiped sürə bilməyəcək. Uşağı ala bilmirəm. Bütün günahlara uşaqdan ötürü girirlər ha. Uşağıma çörək üçün rüşvət aldım. Uşaq güya ki, həyatın mənbəyiymiş. Uşağa o qədər diqqət verirlər ki. Dünən bir qohum ailədə balaca oğlan uşağını gördü, nənəsi əzizləyir. Böyük bacısına irad bildirir ki, uşağın xətrinə dəymir. Dedim, siz nə edirsiniz? Siz monster yetişdirmək istəyirsiniz bu uşaqda. Nəfsli varlıq deyil, bu həmən monster olacaq. O dəqiqə biləcək ki, sizi necə manipulyasiya eləmək olar. Bir yaşı da olsa bunu hiss eləyir. Bütün nəfsli varlıqlar eynidir. İt, pişik, insan hamısı eynidirlər. Hiss eləyirsə ki, səni nə ilə manipulyasiya eləmək olar, həmən başlayır o strategiyanı işə salmağa. Bütün ailəni donuyur barmağını. Mən ağlayaram ha bu dəqiqə. Mənim istədiyimi eləməlisiniz. Səsi ilə, çığırdığını göstərir. Mən də baxıram uşağa, deyirəm, oy, deyir ki, ola bilərsə sevgidən gözləri kör olubdur. Görmürlər ki, monster yetişdirirlər. Deyirəm, uşağa açıq şəkildə demək lazımdır ki, evdə birinci atadır, ikinci anadır, sonra bax bu böyük uşaq, sonra bu, sən ən axırda durursan. Ən axırıncısan status etibarilə. Onun statusunu ona demək lazımdır. Nəfsli varlıqlara mütləq statusunu göstərməlisən.
və yalnız onda xoşbaxt olur. Siz təsəvvür edin ki, uşağın üstünə o qədər diqqət düşür ki, uşaq birdən deyir, həqiqətən də mən həyatın mənasıymışam. Amma bizim Kitab-ı Dədə Qorqudda nə tərd edilirdi? Sən sağ ol, atam sağ olsun. Mənim kimi bir dənə oğul tapılmaz mı olur? Ona oğul deyir, yerini bilirdi çünki. Uşaqları həyatın mənası elədir. Uşaqlar bizim gələcəyimizdir. Sən yoxsansa, uşaqlar sənin heç nə. Evdə subordinasiya olmalıdır. Allah elə bunu açıq şəkildə deyir. Həm Quranında, həm Bibliyasında, İncilində açıq şəkildə deyir qadının yeri kişidən sonra. Həzm eləyin bunu. Ona görə də min illərdir qadın tərbiyə eləyəndə deyirlər, qadınsan belə oturur. Tabi olmaq öyrədirdilər qadına. Ən çox belə şoka gətirən bir şeydir. Qaynatasının qaynanasının ayaqlarını yuduzdururdular. Ərinin ayağını yuduzdururdular. Ritual idi. İndi bunda ancaq alçalma görürlər. Marksistlər axı. Bizi alçaltdılar. Və birdən qəribə bir şey olur. Roma papası inaugurasiya prosesində gətirir o prixajanlarının, başlayır ayaqlarını yumağa. Hətta ayaqlarını öpür də. Bilirsiniz hardan gəlir? Şimdi bəlkə bilməyənlər var, bilənlər də olur. İsa Peyğəmbərdən gəlir. İsa Peyğəmbər bir dəfə yatmışdı. Tələbələrinin doğuldanan işidir. Həvarilər deyirlər, kim daha böyük olacaq, kim daha böyük olacaq? Ahirətdə, ya bilmirəm nədə. Apostollar öz aralarında ranjirovka eləyirlər. İsa Peyğəmbər eşidir bu söhbəti. Qalxır, üst paltarını çıxarır. Bir dəsmal istəyir, dəsmalı bağlayır belinə və su gətirir. Uşaqlar da başa düşmürlər ki, neyinir bu? Deyir, mən indi sizin ayaqlarınızı yuyacaq. Sən bizim ayaqlarımızı yuyacaqsan. Deyir, hə. Mən sizin ayaqlarınızı yuyacaq. Pyotr ağlamsınır, deyir, onda başımı da yuy. Yəni, çox pərtlik olur orada. Və ayaqlarını yuyur hamısını, quruluyur. Deyir, sizlərdən ən böyüyü hamının əziyyətini çəkən olacaq. Egosunu yenən olacaq. Qadınlıq ikinci planda görsənmir. Amma əslində o da birinci planda. İkinci planda olan birinci plan. Bunu min dəfələrlə sübut edirlər ki, qadınlıq nə güclür. Və o İnyandan danışdıq. Lao Tzu deyirdi ki, göylərin qapısı açılan zaman sən bir qadın ola bilərsən. Qadınlıq susmaqdır, dinləmək, kişilik danışmaqdır. İndi birisi heç susmağı bacarmırsa, o necə danışmağı öyrənəcək? Öyrənmək periyodunu keçə bilmirsə, öyrətmək periyoduna necə gəlib çıxacaq? Kişilik və qadınlıq iki bir-birini tamamlayan texnikalardır. Amma birisi öndədir, ağdır, o birisi qaranlıqdır. İki fərqli kosmosdur. Bunu həzm eləmək lazım. Həzm eləyə bilmirlər və baxıram, çox izləyirəm Instagramda, gəncləri müşahidə edirəm, illərlə müşahidə edirəm, Facebookda, üzləri oxumağa çalışıram. Sonra baxıram ki, məsələn, bu qız xoşbaxt ola bilməyəcək. Çünki o qədər çox azadlıq alıb ki, azadlıq adına o qədər çox şey alıb ki, tabi ola bilməyəcək, ona illər gedəcək, o illər faciələr olacaq. Əziyyət çəkəcək ondan. Axırda gələcək 50 yaşında mənə kimi bu fikrə çıxacaq, mən də təzə gəlmişəm bu fikirlərə. Mən də cavanlığımda bilmirdim bu şeyləri. Sadə şeylər. Amma vaxta qədər də bütün ömrü xos gedəcək. Bütün ömrü. Sonra necə düzəldəcək onu? Əvvəllər yaxşı idi, çünki bilirlər ki, qıza nə öyrətməlidir? Qıza tabi olmaq öyrətməlidirlər. Tabi olmaq pis bir şeydir. İslamın adı ilə tabi olmaq. Tabi olmaq texnikası ilahi bir texnikadır. Və o texnikaya kişi yiyələnməzsə, həqiqətə də çatanmaz. Həqiqətə təslim olmalıdır. Qadın ərinə təslim olan kimi. Təslim olmağı sevməlidir, bacarmalıdır. Bilirsiniz, bu Marksizm həm də nəyə gətirdi, çıxartdı? Uzun müddət burada iqtisadi bərəkətli olmadı bu torpaqlarda. Hələ uzun müddət onun əziyyətini çəkəcəksiniz. Mən Türkiyəyə gedəndə bir şeyə diqqət elədim. Gördüm ki, orada böyüklərə həmişə mənsubiyyət çəkilişi ilə yanaşırlar. Hocam, müdürüm, şefim, rəisim, rektörüm, dekanım. Necə edirsiniz, özəlləşdirirsiniz bunları. Amma bu bir mədəniyyət sistemidir. Sonra anladım, bu şərq müdrikliyinin qrammatikaya yansımasıymış. Marksizm bizdə elə bir şey yarattı ki, biz müdürlərimizə nifrət eləməyə başladıq. Birisi həyatda məqamı məndən yüksəksə, mən özümü o ilə yarış məqamına soxdum. O məndən artıq deyil, amma məndən yuxarıda durur. Ömrüm məhv oldu mənim bunda. Sonra o mütləq sənin müdürlərinlə problemə dönüşdürür. Mütləq sənin müdürünlə problemin olacaq. Müdürüm deyəndə sən artıq dilinlə də qul kəlməsini eləyirsən. Sən artıq özünün qarşısını, o egodan özünü sığortalayırsan. O mənim müdürümdür. Allah onu mənə müdür qoyubdur. Heç bir ayıb bir şey yoxdur. Bir gün odur müdür, sabah mən ola bilərəm, ya bir başqası ola bilər. Hardasansa işini gör. Əsas məsələ sən işini necə görürsən, Allah da səni görür. Əsas önəmli olan budur. Ego. Bir dəfə boşqabı mən yuyanda, bir dəfə də bu yusun. Qadın sonra qadın olmaq istəmir. İkinci planımız yoxdur. Birinci plan kimə lazım? Birinci plan da olmur onda.
Kişi də məsuliyyət daşımaq istəmir ailəsinə sonra. Kişilər sorumsuzluqda böyüyürlər, bərabərdirlər axı onlar. Amma seksual həyata girə bilmirik. Bu beyin dəyişibdir, amma seksual tərcihlərdə dəyişməyib. Hansı qızdan soruşsa, yox o məndən hündür, o məndən balaca deyir, mən onu necə evlənim? O istəyir ki, kişi üstün olsun. Restorana gedir, o kişi deyəndə ki, 50-50-yə bölüşür, bu nətər centilmendir 50-50-yə. Çünki instinktində oturub axı, instinktində min illərin instinkti var ki, o ödəməlidir, o kişidir. Onda o seksual cazibəli görünür mənim üçün. O məndən ağıllı olmalıdır. O məndən zekalı olmalıdır. Zaten təbiət də bunu belə yaradıb. Hər kəs də öz tayına rast gəlir. Ağıllı qadınlar da daha ağıllı kişilərə rast gəlməlidirlər ki, tabi ola bilsinlər, özünü xoşbaxt hesab eləsin o fərqdə. Yorulur o birincilikdən. Birincilik kişi üçün yorucu deyil, yorucudur. Amma onun boynunun borcudur. Qadının doğmaq boynunun borcudur. Ana olmaq bunun da boynunun borcudur. Cəsarət öyrənmək. Ona görə də asan iş deyil. Kişilər tez ölürlər bu səbəbdən. Ürəkləri ağır yük daşıyır. Məsuliyyətdən mişarlanırlar hər il. Amma bu onun yüküdür. O həll olmalıdır. Orta məktəbdə tarix oxuyurdum. Gördüm ki, müharibələr oldu. Gəldilər, qadınları, uşaqları əsir apardılar, kişiləri də qılıncdan keçirdilər. Dedim, ayda, kişi olmaq nə qəribə şeymiş ki. Kişiləri həmən qılıncdan keçirirlər. Qadınları, uşaqları əsir apardılar, köləliyə. Bu həyatın formuludur. Bunlar tarixdə rekonstruksiya edirlər. Həyatı dəyişmək olmur, başa düşürsünüz. Həyatı öyrənmək lazımdır, həyatı dəyişməkdən. Və bu da Marksizmin tezisi idi ki, fəlsəfə həyatı dəyişdirmək üçün vasitə olmalıdır. Yox, əzizim, həyatı dəyişdirmək lazım deyildi. Həyatı dərk etmək lazımdır. Bütün şərq filosofları, Budda da, Konfutsi da deyir ki, insanın hünəri həyatı dərk etməkdədir. Anlamaqdadır ki, Allah bunu necə yaradıb və bu dalğada üzməkdədir. Çayın axınına doğru üzmək yox, çayın axını ilə üzüb okeana çıxmaqdır. Müdriklik bundan ibarətdir. Amma bizə başqa bir müdrik, sən dəyişdirirsən. Dəyişdirici dünyaya girmək. İlhamı bundan alırlar, başa düşürsünüz? Artıq gəlirlər ki, beynə də çip salaq, insanın işi komfortlu olsun. Dəyişdirək amma, bir şey dəyişdirək. Adamlar sakit olsunlar ki, biz dəyişdiririk həyatı. Bizə bunları dəyişdirmək lazım deyildi. Bizə burada öyrənib yaşamaq lazım idi ki, bu həyat nədir? Qadınlıq nədir? Kişilik nədir? Uşaqlıq nədir? Uşaq öz yerini biləndə xoşbaxt olur. Öz funksiyasında, işçi öz yerini biləndə xoşbaxt olur. Bütün həyatı, karyerası məhv olur üsyanla. Üsyankarlıq aşıladıq hər kəsə. Üsyankarlıq da yaxşı şeydir. Yalana qarşı. Bunlar həqiqətə qarşı üsyan aşıladılar. Hər şeyi pozdular. Gözləyirəm ki, bir şey eləyəcəklər Avropada. Deyəcəklər ki, İncil politkorrekt kitab deyil. Girin, cəsarətləri yoxdur. Quran politkorrekt kitab deyil. Mən başlayım, ümumiyyətlə fəlsəfə politkorrekt deyil. Fəlsəfə xoşa gəlməyən həqiqətlərdən danışır. Fəlsəfə humanist, ütülü, səlqəli, hamının bəyənəcəyi bir şeylər danışmır. Həqiqət hamının bəyənəcəyi bir şey deyil. Hər nəfsə xoş gələsi bir şey deyil. Sonra sonda bir məqam danışmaq istəyirəm. Ailə münasibətlərin qorunması. Hər nə səbəbdən insanlar evlənirlər, çox fərqli üsullarla evlənirlər. Qadın-kişi münasibətlərinin sağlamlığı nəyə əsaslanır? İnsanların diriliyinə. İnsan çox qəribə varlıqdır, çox tez ölə bilir. Özünün də xəbəri olmur ki, ölüdür. Quran da bu barədə deyir, onlar ölüdülər. Sən ölülərə heç nə eşitdirə bilməyəcəksən. İnsanda belə bir xüsusiyyət var. İnsan ölüb yaşaya bilir. Və sonra o ölü adam əlini nəyə vurursa, iyləndirir onu. Ailəsindən də qoxu gəlir. Oradan leş çıxacaq sonra. Sevgi leşi çıxacaq, ayaqları qabağa. İnsanlar ruhani mənada öz diriliklərinin qayğısına qalmırlar. Elə bilir ki, yalnız yeyib içməklə diri qalmaq olur. İsa Peyğəmbər deyirdi ki, təkcə çörəklə insan ayaq üstə durmaz ki. İnsana diri qalmaq üçün hər gün həqiqət yemək lazımdır. Əvvəllər insanların həyatında İncil var idi, Quran var idi, Gita var idi. Ailələr yemək yeməzdən əvvəl Allaha dua edirdilər, əl-ələ tutub. Filmlərdə zətdə görə bilərsiniz, xristiyan filmlər olsun, ya müsəlman filmləri. İnsanlar ruziyə görə təşəkkür edirdilər, dua edirdilər, namaz qılırdılar. Bütün psixoloji halları pozulub insanların, tarazlıqları qalmayıb. Ona görə hamısı psixoloqa möhtac qalıblar. Çünki həyatında həqiqət yoxdur. Hər gün həqiqət yemir, İsa Peyğəmbərin təbliği ilə desək. Ruhu ac qalır, ruh ac qalanda ölür, bədən isə hələ hərəkət edir. 2 ildir evdə iç saxlayıram. Çox etiraz edirdim, bilənlər bilir. Yoldaşım ısrar elədi. İndi gəlib də evdədir. Baxıram ki, bu 2 il ərzində it mənə o qədər şey öyrədibdir. Ən çoxu mənə dirilik haqqında dərs deyir. O qədər diridir ki, o qədər sevinir, o qədər şükrandır.
Sənin evin kasıb olsun, zəngin olsun, ona verəcəyin yemək çox olsun, az olsun, önəmli deyil. Sən işdən qayıtdın ya, onu sığalladın, o yatacaq ayağının yanında xoşbaxt olacaq. Ay, kaş ki insanlar da bunu öyrənsəydilər deyirəm. Xoşbaxt olmağa səbəb tapırlar insanlar. Ailə var, uşaq var, üzləri asılıbdır. Xoşbaxt deyirlər, bir-birinə sevinə bilmirlər. Bir-birinin varlığı sevinç mənbəyi deyil, çünki ölüdülər. Varlıq özü sevinç mənbəyi deyil. Ay, nə bilim, ailədə belə bir trük eləyin, hədiyyə verin bir-birimizə, xoş sözlər deyin, psixoloji trüklar çoxdur. Ondan sonra başa düşürəm ki, Nəsimlər deyəndə ki, üzünü məndən nihan etmək dilərsən, etməkil. Gözlərim yaşın rəvan etmək dilərsən, etməkil deyəndə nəyi nəzərdə tuturlar? Həqiqət üzünü bizdən çevirsə, öldük biz. Ona görə Allahla bağı qorumağa çalışırlar insanlar. İnsanın Allahla bağı qopubsa, onun insanlarla bağı da olmayacaq. Bunlar ikisi eyni vaxtda çiçəklənən münasibətlərdir. İnsanın Allahla bağı düz olursa, insanlarla da bağı gözəl olur. Orada çay qurudursansa, burada da çay quruyur. Ona görə Allah çox sadə reseptlərlə deyir ki, qohumlarla əlaqəni pozmayın. Qonşularla əlaqə, çöldəki insanlarla, ehtiyacı olanlarla. İndiki insan kimdir? İndiki insan heç kimi görmək istəmir. İndiki insan tənha insandır. Evinə qonaq gələndə narahat olurlar. Gəncləri məcbur edirlər ki, xalava zəng elə, təbrik elə, nənəvə zəng elə, babava zəng elə. Məcbur edirlər və çatmır onda, yoxdur. Başqa bir dünyada böyüyüb, ölü insanların dünyasında böyüyüb. İnsana sevinmirlər. Ömür keçir beləcə. Yalnız həmin adam öləndə, nənə baba öləndə deyir, ay da kaş sağ olaydı, başına fırlanardı. Fırlan da. Ona görə ibadət nədir? İbadət ölmək deməkdir. Ölmək sənətidir ibadət. Qiyamət günündə Allahın huzurunda necə durursansa, qiyamda elə durursan. Ölmüsən sən artıq. Və namazdan sonra çıx, dirilmiş kimi, get gör evdə kim var, sarıl olaraq. Sən ölmüşdün artıq. Fəlsəfə də ölmək sənətidir. Çünki ölümdə, hər ölümdən sonra bir dirilik var. Ölümün içindədir dirilik. Diriliyi yaxalamaq lazımdır. Çox vaxtlar belə bir şey eləmək lazımdır, ailədə belə şey. Mən sizə bunu deyərdim ki, əgər diri deyilsizsə, sizin ailəniz məhv olacaq. Necə qurmağınızdan, necə qazanmağınızdan, nə bilim, necə yanaşmağınızdan asılı olmayaraq, yeganə resept var, diri insan olmaq, axıra qədər. Ona görədən istədim deyəm ki, evinizdə dipçəkdə gül bitirin, gül saxlayın, it pişik saxlayın evdə, bunlardan diriliyi öyrənin. Çünki bu çiçək belədir ki, öləndə ölür. İt də belədir, ölübsə ölübdür. Qalxmır, sən gələndə səni itin qarşılamırsa, demək xəstədir, öləcək yaxında. İnsan isə sən gəlirsən ki, qalxmır qabağa. Sevinmir. Ər işdən gələndə qadın sevinmir. Ya qadın işdən gələndə əri sevinmir. Nədir biz bu itdən də ağılsız olduq? Şükranlığımız yoxdur bizim. Həyat yalnız bundan ibarətdir. Dirilikdən. Və bu dirilik həyatın reseptidir. İki ölü insan bir-birinə rast gələcək, dirilik yaranmayacaq. İki diri insan, iki xoşbaxt insan bir-birinə rast gələcək və diriliklərini davam edəcəklər evlatlarında. Münasibətlərin xoşbaxtlığı odur. Həyat çətin ola bilər, kasıbçılıq içində gedə bilər, amma diri ola bilər. O diri həyat xoşbaxtlıq demək. Fərqindəlik var həyatda. Həyatı qulaqlarına yemirlər. Yaşayırlar bu ömrü. Xoşbaxtlığın resepti və münasibətlərin sağlamlığı da budur. İnsan yatır, bir də görür ki, ərindən xəbər yoxdur, bir də görür ki, arvadından xəbər yoxdur. Ya mənə diqqət eləmirdi, mən də getdim xəyanət elədim. Mənlə öyünmürdü. Elə olur da həqiqətən də. Kişini aslan yerinə qoymuşsansa, daima tənqid edirsənsə uşaqların yanında, əksildirsənsə, kişi sıxılır ki, təbiətinə uyğun deyil axı, təbiəti onun ki, aslan olmalı. Yandan bir qadın çıxır, başlayır ona demək ki, ay siz necə böyük adamsınız, siz necə dahisiniz, siz necə qəhrəmansınız. Saqqızını uğrayır o. Yavaş-yavaş gedir o qadınla görüşməyə, çünki onun yanında özünü kişi hiss edir. Arvadın yanında uşaqlar var falan, amma orada özünü qəhrəman hiss edə bilmir axı. O qadın da bilir, onu nətər yoldan çıxarmaq lazım. Amma daha başa düşmür ki, oğurluqla heç kim zəngin olmur. Oğurluq səadət olmur. Ona görə Quran daima təkrar ki, öz qadınlarımız, öz ərlərimiz artığına göz dikmək heç nə verməyəcəksə. Allah ümumiyyətlə oğurluğa, yalançılığa, nə bilim bu cür şeylərə yasaqlar qoyubdur. Niyə görə? Çünki insanın tərbiyəsi pozulur. İnsanın tərbiyəsi onda pozulur ki, insan elə gəlir ki, başqasının taleyini oğurlaya bilər. Yox, sənin öz taleyin var. Sənin qabağına nə qədər ruzi qoyulubsa, bunu qramına qram müəyyənləşdirib qoyublar sənin qabağına. Sən elə düşünürsənsə ki, kimsə sənin haqqına girdi, yox, heç kim sənin haqqına girəməz. Sən hansı dərsləri yaşamalısansa, ona uyğun taley qoyurlar dizayn edirlər sənə. Ona uyğun hadisələr planlayırlar. O dahi rejissor səhnə-səhnə onu
quraşdırır ki, məsələn, buna mən bu rolu oynadacağam ki, bu rolun nəticəsində o həqiqət yaşantısını. Biz niyə teatrı sevirik? Biz niyə roman oxumağı sevirik? Çünki orada ömürlər yaşanır. Ömürlər yaşanır, bir həqiqət dərk olunur ömrün nəticəsində. Və biz teatr tamaşasından çıxandan sonra belə çox təsirlənmiş çıxırıq. Çünki bir ömrə girdik, çıxdıq. Bir ömrün həqiqətini öyrənmiş olduq orada. Allah da eyni şeyi bizlərlə yaşadır. Hər kəs öz unikal tamaşasında rol alır və inanın ki, rekvizitlər son qəpiyinə qədər hesablanıbdır. Əgər masanın üstünə alma gələcəksə, onu rejissor öncədən düzəldir, sonra qoyur o butafora olsa o almanı qoyur stolun üstünə. Çünki o səhnədən baxılacaq. Sizin həyatınızda da İsa Peyğəmbər sevirdimi? Başınızdakı tüklər belə sayılır. Ailələr daha xoşbəxt olacaq. Açıq-aşkar şəkildə yenidən ailədə demək lazım. Birinci atadır, sonra anadır, sonra uşaqlardır. Uşaqların içərisində də böyük bacı var, abla var, bir də ağabəy var. Türklər bu sözləri də saxlayıblar. Böyük qardaş var. Orada da subordinasiyanı gör. Eyni sistem Konfutsiyada da var idi. Mən ondan kitab yazmışım. Bu çox önəmlidir. Hər kəs öz yerini öyrənməyə, balacalıq rolunu həvəslə oynamaq lazımdır. Evlatlarım adına sevindiyim məqamlardan birisi bu idi. Kənddə kiminsə yasına getmişdim. Bizim uşaqlar da 14-15 yaşlarında idi. Bir də gördüm ki, qoşulublar kəndin uşaqlarına çay aparırlar. Qonaqların qabağına yemək aparırlar. Bir ata kimi sevindiyim, ən çox sevindiyim günlərdən o. Dedim, nə yaxşı uşaqlarlar, xidmət edirlər, o xidmət eləsinlər. İnsan balaca olanda da xidmət eləməlidir, orta olanda da xidmət eləməlidir, böyük olanda da xidmət eləməlidir və xidmətdən həzz almalıdır, xoşbaxt olmalıdır. Ego çox mane olur. Teşekkür ederim hamınıza geldiğiniz için.